Demək, xəstəmizdə 3-cü, 4-cü dərəcəli artroz var. Əslində əməliyyatlı bir xəstədir, amma xəstənin çəkisi hədsiz çox olduğuna görə biz əməliyyat tövsiyə eləmirik və ona görə də ağrılarını yüngülləşdirmək, rahatlaşdırmaq üçün geldən istifadə edirik və demək istəyirəm ki, bəzən steroid inyeksiyası edirik, bəzən gel vurulur. Bunların fərqi nədir? Əgər dizin içərisində hədsiz çox miqdarda maye varsa, gel vurulub, əksinə xəstənin ağrılarını artıra bilərik. Çünki diz içi təzyiqi artırdığına görə ağrı da daha artır. Ona görə elə bir xəstələrə ilk öncə steroid inyeksiyası olmalıdır ki, o xəstənin birinci ödem çəkilsin, rahatlaşsın. Ondan sonra gel vurub oynaqda bir rahatlanma yarada bilərik yəni. Xəstəyə də indi oynağına geli vururuq artıq. Həlimə ana necəsiz? Hə, nəyə gözünüz sıxır? Sıxma. Sərbəst boş bura. Həlimə ana, bax sənin dizində nə şikayət var idi? Ümumiyyətlə nə sən narahat edir? Düzdür, əməliyyat olunmaz, amma çəkim buna hələ ki yol vermir. Nə şikayət, bax sənin kimi çox analarımız var ki, bu diz ağrılarını əziyyət çəkir də. Necə ağrılar verir? Bax onu bir dənə de. Yeriyəndə çox ağrılar verir adam. Gecələr necə bəs? Gecələr də narahat eləyir. Gecə yerindən durğuzdur. Hansı tərəfə yatıramsa, o tərəfim elə bir çökür. Başa O bir tərəfə keçir belə. Allah şəfa versin. Şəkillər yoxdur.